Salamlayıram sizlərə, mən şəhsindən Zeydər Hüseynli. U9 Respublika çempionatındayıq. Qarabağ və EFA komandaları qarşılaşır artıq. Oyunun hakiminin də start stili səsləndirilib. Uğurlar hər iki komandaya bol qollu, haqlı ədalətli, gözəl bir maç dileği ilə. Ənənəfi olaraq heyətlərlə sizləri tanış edəcəyik. Qarabağ komandasının heyətləri belədir. Qapıda 99 Emil Ağarızayev, 1 digər qalkiper Matvey Magidovic, 2 Camal Bayramlı, 3 Ömər Abbasquliyev. Bu arada Qarabağ komandasına təhlükəli hücum uğursuz alınır. 3-cü zərbəsi yerinə yetiriləcək. 4 Zeynallı, 3 Ömər Abbasquliyevi bildirdik. 5 Yusif Əliyev, 6 Arda Babayev, 7 Sübhan İskəndərov, 8 Sübhan Bayramov, 9 Nuran İkramlı, 10 Ömər Cəmilli, komandanın kapitanlıq ismindədir. 11 Ülvin Abbasov, 12 Hüseyin Cəfərli, 13 Əvəz Səfərov, 14 Murad Bağdanov, 15 Murad Məhərrəmli, 16 Edis Hurmacı, 17 Məhəmməd Musala. Ənənəfi olaraq ağlı formada meydanda mübarizə aparır Qarabağ komandası. Yaşıllı qaralı formada isə EFA komandası. Daha bir korner. İçeri gir Məhəmməd, içeri gir. Zeynal, dediğim kimi. Biraz daha. Ötürmə qarşılandı. Sizdə Murad Məhərrəmli də təzyiq göstərir rəqibinə. Məsələ bu təzyiqlər out qazandırdı komandaya. Məhəmməd Musala, Sübhan İskəndərov out qazandırır. Yenidən topun gerisindədir İskəndərov. Arda Babayev. Arda Babayev ve gol! Hesab açılır. Köhlən atlar tərəfindən 1-0 erkən dəqiqələrdə komandanın maestrosundan gol gəlir. Hətta hal-hazırda komandasının ən az yaşlı, ən gənc oyuncusu da demək olar Arda Babayevə. Ən texnikal oyuncularından da biridir. Arda Babayev yenə də təzyiqi topu qazandırır komandasına. Murad Məhərrəmli ötürməsi keçmədi. Sübhan İskəndərov təzyiq göstərir, lakin EFA komandasının oyuncuları zərbə endirsələr belə qeyri-dəqiq alınır. Emil Ağarızayev ötürmə etdi sol sona. Sübhan İskəndərov ötürməsi alta yollandı. Məhəmməd Musalı istiqamət edilən ötürmə. İşarə gəlir, uzun ötürmə, uzaq məsafədən zərbə. Emil Ağarızayev üçün dəf etməsi heç o qədər də çətin olmadı bu zərbəni. Burada top itkisi var Zeynaldan. Emil Ağarızayevdən refleks mükəmməldir. Out. Zeynalının top itkisini öz qurtarışıyla sığortaladı. Elə oyun yox idi cəmi meydan sahası xaricində. Qalkiperdən Məhəmməd Musalının indirdiyi zərbədən sonra. Zənnimcə var idi, lakin hakimin fikri bu yöndə deyil. Murad Məhərrəmli topladı, təhlükəli mövqedə deyil, lakin qeyri-dəqiq zərbə olur. Məhəmməd orada, Murad, demişəm, orada. Zeynal. Arda Babayev yenə də kanal yoldaşlarının köməyinə çatır. Daha bir ötürmə və penalti. Penalti 7 nömrənin Sübhan İskəndərovun əllə toxunuşu var idi. Rəqibin ötürməsinə penalti qərarı gəlir. İndi isə gözlər Emil Ağarızayevdədir. Haydi Emil. İşarə gəlir. Yaxınlaşılar. Zərbə edilir Emil Ağarızayev. Yenidən aman vermir. Yeni imkan vermir. Məsələ qurtarışı da qurtarışdan sonraki çılğınlığı kimi olur.
Əhsən Şəhrüddin, Əhsən Şako. Yenə də qapısına toxunmaz saxlayır. Məhəmməd Musal solsuna ötürmə gəldi. Arda Babayev. Hakim davamlayır. Sübhan İskəndərov. Nə baş verir? Out qərarı gəldi. Yan xəttən top oyuna daxil olunur. Uzun ötürmədə olundu. Arda. Arda Babayev. Bir qədər ondan top almaq çətin məsələdir. 3 nəfərin atəsində idi. 3 nəfər təzyiq göstərdikdən sonra Arda Babayev qaydanı pozur. Zeynal top meydanda saxlamalı çalışdı, vursu alınacaqdı. Arda Babayev. Eşçü məmləsində Qarabağ komandasına Babayev. Türmə Murad Mərrəmliyə çatmır. Endirən top Muradda. Top Qarabağda indi. Qapıdan zərbə. Məhəmməd Musalı. Bravo Məhəmməd. Out. Arda get ona, Arda. Murat, qapıdan. Arda şoktunda. Bizdə. El Murat'a. El Murat'a. Məhəmməd. Musalının ötürməsini qarşılayır müdafiəçilər. Top hələ də Qarabağda qalıb. Zeynal. Mərkəz doğru Babayev. Arda. Fikirləşdi. Murad Mərrəmlini zərbə də gəlir. Məhəmməd Musalıdan lakin dəf olundu. Out digəsin atan. Zeynal Zeynallı out'u yerinə yetirəcək. Pauza etdi Babayev. Top meydan tərk edib out. Türmə digəsin aha. Arda isə topu meydana kənarlaşmasına şərait yaradır. Emil Ağarzayev. Riskli, soyuqqanlı hərəkətləri uğurludur çəkdi. Zeynal. Ara ötürməsi mükəmməl aldı. Arda Babayev baxdı qapıya, zərbə indirdi. Top direğin yanından keçir. Təhlükəli hücum idi Qarabağdan. Toxunuş var. Toxunuş var rəqibdən. Hakim 200 nöqtəsini göstərdi. Məhəmməddən ötürmə. Digərsin aha, lakin Arda Babayev çatdıra bilmədi özünü. Məhəmməd Musala gün zərbəsi qazanır. Ötürmə cəlmə meydan sahasına qarşılandı top. Məhəmməd Musala uzaq məsafədən yaxın gün zəndirilmiş zərbə qapıdan yan keçdi. Dəyişikliklər var. Ömər Abbasquliyev, Əvəz Səfərov və Nuran İkramla
Qarabağ komandası heyətində meydana daxil olan simalar olur. Yan xəttə məhsələ 3 nömrə Ömər Abbasquliyev autu yerinə yetirəcək. Yerinə yetirildi belə. Ağarzayev mərkəzə doğru ötürmə. Murad Məhərrəmli qəbul etdi. Məhərrəmliyə başını qaldırdı. Baxdı irəliyə. Murad zərbə mövqeyi axtarır indi. İndirir zərbəni top çərçivədən yan keçdi. Təhlükəli idi yenə də hücumları, lakin bir qədər qeyri-təqliyi var zərbədə. Ömər Abbasquliyev amansız təzyiq göstərir rəqibinə. Qayda pozulub Abbasquliyevə qarşı. Mərkəz yaxınlığında. İşarə gəlir. Məsələ qayda pozusuna məruz qalan oyuncu topun gerisindədir. Ötürmə ilə başladılar əvvəl Səfərov. Səfərovun zərbəsinə blok. Qüvvətli zərbələrə malik. Fiziki qüvvəsi yaşına görə kifayət qədər yaxşı vəziyyətdə olan oyuncu da və Səfərov da çox vaxtı biz onun qayda pozuntuları ilə qarşısını alındığını şahid olmuşuq. Yenə emosional oyuncudur. Baxaq görək. O fiziki qüvvədən istifadə edərək, qüvvətli zərbələrindən qaynaqlanan qollar gələcəkmi Səfərovdan? Türmək gəldi və bir anlıq əlindən çıxdı Emil Ağarızayevin top. Zeynal alt qazanır. Mərkəz doğru ötürmə Murad Məhərrəmli. Məhərrəmli qayda pozuldu ona qarşı. Ondan da bugün qol gözləntiləri var. İnanlı təsir bağışlayan oyunculardan da Murad Məhərrəmli. Universal oyuncudur, lazım gələndə zərbə, lazım gələndə texnikasını işə salır. Məsələ indi texnikasını işə saldı, amma qaydanı pozdan ona qarşı Nuran İkramlı topun gerisindədir. İşarə gəldi, İkramlıdan zərbə top. Qapının üzərindən keçdi. Qarabağın Lewandowski-də demək olar Nuran İkramlıya. Sürpriz bir nəticə gözləmək olur ondan. Hücumda pressingləri ani zərbə gözləyərkən bitirmələr olması. Bu arada əvvəl Səfərov qaydan top və gol! Yusif Əliyev yenicə yaşıl meydan ayağına basan kimi topu tora qovuşdurur. Bax, həmin əvvəl Səfərovun o qüvvətli zərbəsindən qaydan top tora qovuşur. Yenidən Səfərov. Yusif. Onun da kifayət qədər qüvvətli zərbələri var. Zeynal. Qeyrədək zərbə oldu Zeynaldan. Nuran İkramlı. Bax. Ani zərbə gözləyərkən ani ötürmələr edir. Az öncə bunu deyirdim. Gözlənilməzdir Robert Lewandowski kimi həmlələri. Ömər Abbasquliyev. Uzaqlaşdırılır alta top. Türmək gəldi. Ömər qüvvətli zərbə endirir, blok qoyuldu. Qarabağ təzyiqinə fikir verir. Necə bir təzyiq altında saxlayıb rəqiblərini. Təzyiqi biz yüksəkdən belə hiss edirik. Necə yüksək təzyiq olduğunu. Və Səfərov itirdi topu Əkşüzüm EFA komandasına, lakin Səfərov yenə də qaydalar çərçivəsində itirdiyi topu rəqibindən alır.
Ömer Abbasquliyevdən Ceyqan ötürmə yaxşı alındı. Nuran İkramlıdan gözəl hərəkətlər. Və son toxunuş İkramlının özündəndir. Yusuf Əliyev. Buran öyle. Buran. Geçmesin de onu diyorsun. Ara ver. Ara üstüne. Yusuf yenidən Ömər. Top meydanda qalıb. Ötürməyə blok. Evet Səfərov. Yox, Məhsələ əvvəlsin özündən top meydanı tərk edir. Ömer Abbasquliyev hücum qarşısına alır. Əks-hücum indi Qarabağdan gələcək Abbasquliyev. Yusuf Əliyev də oynadı. Keçdi bir Eqin Əliyev. Evet Səfərov. Bir qədər büdrüyür. Lakin topu elə də qoruyub özündə saxladı. Yusuf Əliyevdən bir reyd. Bir pauza da gəldi. Geriyə doğru. Səfərov baxdı qapıya. Qüvvətli zərbə endirir amma. Yenə də rəqib qalşiperə yaxın güncü yaxşı bağlayır. Korner. Bu təzyiqlər daha bir qol gətirəcək qaçınılmazda. Dirək şəkildə. Abbasquliyev etdi ötürməsini qaydan top. Yenidən Ömərin daha bir ötürməsini qarşılayırlar. Yusuf keçir bir rəqibini. Topu meydanda saxlayır. Bir Zidane sayağı dönüşlü. Yusuf Əliyev. Səfərov. Nuran İkramla. Bitirdi topu. Out. Digər cənatdan out'u Qarabağ yerinə yetirdi. Səfərov. Emil Ağarızayev yenə də dəqiq götürmələr ondan. Yenə top qəbuluna çətinlik çəkdi kanal yoldaşları. Nuran İkramla. Aslında doğru düşünmüşdü. Rəqibə təhvil verildi out. Zeynal. Yusuf Əliyev qarşılayır. Yusif. Ömər Abbasquliyev. Nə olar? Şimdi saxlayır oyuna. Efa komandasının 4 nömrəsi üz nahiyəsində tutmuşdu. Yerdə qalan oyuncu da görürük Qarabağ komandasının heyətində. Deyəsən bu zənnimcə 4 nömrə Zeynal da. Ümidvarıq zədə ciddi olmaz. Hər zaman bildirdiyimiz kimi zədələr hər bir komandanın hər bir fərdi üçün arzu olmaz da. Və qalxdı ayağa Zeynal. Lakin meydanı tərk etməyə məcbur olur. Əvəzinə isə 7 nömrə Sübhan İskəndərov daxil olur. Bu yaxınlarda Sübhan İskəndərovun paylaşımlarda görmüşdük. Təbii ki, TikTok paylaşımlarında doğum günüydü. Biz də Haş Team şəhçi və operator komandası olaraq səmimi qəlbdən onu təbrik edirik. Gələcək futbol karyerasında uğurlar arzuluyuruq. Out. Ömər Abbasquliyev yaxətdən top oyuna daxil etdi. Nuran İkramlı yerdə qalan oyuncu var. Evet Səfərov yerdə görür. Bax, meydana daxil olan kimi məsələ bunu bildirirdim. Səfərov fiziki qüvvəsi yüzdə oynanan oyunculardan da sürətli, templi və onun qarşısını ancaq qayda pozuntuları ilə alırlar.
Artıq əsəbləri tarıma çəkildikdə emosiyalarını saxlaya bilməyən oyuncudur. Artıq ilk müdaxilə gəldi ona. Ancaq qayda pozuntusuyla qarşısını ala bildilər. Sübhan ötürməsi Səfərov. Nuran. Yaxşı ötürmə etdi Yusuf Əliyev. Zərbə qapıdan yan keçir. Və belə ilə Hakim də ilk səni penaltini səsləndirdi. Qısa fasilədən sonra ikinci hissədə görüşmə ümidi ilə hələlik deyirəm. Bir daha vaxtınız xeyir olsun əziz futbol severlər, artıq maçda ikinci hissə start götürür. İlk səni Qarabağ komandasının 2-0 hesablı üstünlüyü ilə yekunlaşdırdıq EFA komandası ilə mübarizədə. Demək olar tamamilə ilk hissə Qarabağın üstünlüyü ilə yekunlaşdı. Bəzən əks hücumlarda rəqibini boşluqda yaxalamağa çalışırdı EFA komandası, amma alınmadı cəhdlər, hətta 2 real qol vəziyyəti oldu. Onlardan biri penalti. Bir isə təşviqdə epizod Emil Ağarzayev isə keçid vermir, qapıda imkan vermir. Olsuz saxlayıb qapısını Şako ləqəbli Emil Ağarzayev. Türmə zamanı səhv. Zərbə indirilir və Murad Bağdanov öz səhvini sığortaladı. Əhsən blok qoyaraq. Bağdanovda müdafiədə inanılmaz təsir bağışlayan müdafiəçilərdəndir. Rəqiblərinə, rəqib hücumçulara heç də rahatlıq verməyən müdafiəçidir. Və Murad Bağdanov uzaqlaşdırdı top meydanına. Emil Ağarızayevdən mükəmməl reaksiya gəlir anidə. Mükəmməl uzandı bu ötürməyə. Uzaqlaşdırdı. Artıq sezonun axırları yaxınlaşır. Oyunlar demək olar ki, get-gedə azalır, yekunlaşmağa doğru gedir. Üstə 2 hissəsi geridə qalıb. Bizim Haşhaş Team şərhçi və operator komandamız Loruldə desək təkcə çəkiliş şərh edək, pulumuzu alaq, gedək. Bir komandası deyil, bir operator şərhçi qrupu deyil. Yeni bir planlar üzərində işlər gedir. Bu sezonun axırı ya da gələn sezonda mütləq şəkildə bu planlar icra olunacaq. Bir növ misal örnəyi olaraq bir misal göstərəcəyik. Və ondan sonra həmin o çəkdiyimiz o örnək və misalı icra etməyə başlayacağıq. Nədir o işimiz, o planlarımız? Hal-hazırda Azərbaycan futbolunda əfsuslar olsun ki, psixoloji hazırlıq uşaqlarda çox aşağı səviyyədə, yox vəziyyətdə deyil. Bu arada Emil Ağarızayevdən yenə də mükəmməl refleks gəldi. İmkan verirsə Qarabağın köhlən altları biz çatdıracağıq fikirlərimizi sizə. Deməli, psixoloji vəziyyət hazırlıq futbolda çox aşağı səviyyədədir. Qarabağın baş məşqçi postunda da zaten hocamız maksimum dərəcədə dəstəyini, psixoloji dəstəyini göstərir oyunculara, lakin bəzi psixoloji hazırlıqlar var ki, onlar məşqçilərin edə biləcəyi bir şey deyil. Onlar mütləq ayrıca hazırlıqlar göstərməlidir. Misal olaraq deyirəm, bir penalti qorxusu uşaqlarda var, meydanlarda bəzi özgüvənsizliklər var. Ağır oyunda qalib gələrikmi qorxusu var. Bu kimi qorxular mütləq şəkildə futbolçularda olmamalıdır, mütləq şəkildə və bu qorxuları aradan qaldırmaq üçün müəyyən vasitələr var, psixoloji. Bunlar üzərində işlər gedəcək, planlar gedəcək. Məqsəd sadəcə və sadəcə Azərbaycan futboluna və xalqa xeyir dəyməkdir.
Ancaq çəkiliş edək, şərh edək, pulumuzu alaq, qaçaq. Belə bir məqsəd yoxdur. Daha böyük məqsədlər var. Bax, belə psixoloji bəzi anlar olur. Belə anlarda daha çox profesional yanaşmaları artırmağa çalışacağıq. Elə tam elə sözümüzün üzərinə gəldi epizod. Sanki o həmin anlardan biridir. Ya bu sezon sonunda ya da gələn sezonun əvvəllərində artıq icra olunacaq bu planlar. Qarabağ komandası indi oyuna qaydaq. Üçüncü zərbəsi yerinə yetirilir. İşarə gəldi. Murad Bagdanov. Ötürdü. Sübhan. Və son toxunuş Murad Bagdanovdan da. Məhəmməd Musala. Kesti bir rəqimdən Musala. Reydlər mükəmməl anlar. Ötürmə gəldi. Lakin Murad Məhərrəmliyə çatmadı ötürməsi. Bizə Məhəmməd Musala Eden Hazardın Chelsea-dəki futbol dönəmini xatırladır. Belə reydlərə, belə çevirliklərlə qaçış tərzi də bənzəyir. Out. Arda Babayev. Murad Bagdanov. Out. Məhəmməd Musalın ötürməsi Murad Məhərrəmliyə. Baxır sağa sola, oyunu qurmağa çalışır. Murad Məhərrəmli. Sübhan. Ötürmə ünvana çatmır. Məhəmməd. Qaytanı pozur Musala rəqibinə qarşı. Sübhan. Yenə də təzyiq topu qazandırır. İsa auto yolanda məsələ özündən. Uzun ötürmə gəlir. Emil Ağarızayev. Müdaxiləsi yenə də vaxtında anlar. Zərbə mövqe axtar Efa uşaqları, amma qayda pozulub deyir hakim. Sürüşmə fəndindən istifadə etmişdir Sübhan İskəndərov burada. Təhlükəli nöqtədən cərimə zərbəsi. Canlı Sədqulov. Diqqətli olmalı Ağarızayev. Zərbə indirilir Emil Ağarızayev. İkinci cəhdə də imkan vermədi. Yox. Haydi Emil, bəli, top axır. Axır ki Emil Ağarızayevə qucağına gəlir. Nəhayət. Qaydan topların qarşısını almaq lazımdır.
uzaqlaşdırmaq lazımdır qaydan topları. Murad Mərəmli endirdi zərbəni, lakin blok qoyulur. Korner. Arda Babayev. Ötürmə kimi nədir? Zərbə kimi dəqiq olmur. Dəyişikliklər həyata keçir. Rəvəz Səfərov, Nuran İkramlı, Ömər Abbasquliyev, Zeynal Zeynallı, Yusif Əliyev meydana daxil oldu. Ömər ötürmə, mükəmməl alır sağsına. Nuran İkramlıdan bir pauza gəldi. Blok qoyuldu zərbəsinə. Bir çətin mövqedə idi orada Yusuf Əliyev. Məsələ özündən top meydanında tərk etdi. Evet, Səfərov. Səfərov keçdi bir evini. Ötürmə etdi cərimə meydan əsasına, amma blok qoydular. Hücum davam edir Qarabağdan. Ömər Abbasquliyev. Solsuna Yusif. Məsələ Yusifin özündən də top meydanı tərk edir. Ömər Hakim fikrincə qaydalar çərçivəsində topu alır rəqibindən. Evet, Səfərov. Ömər Abbasquliyev. Top meydanda qalır, çaxdırdı özünü Yusuf Əliyev. İdən Yusif. Ömər. Yəni ki, ikinci hissədə ol görmürük. Qarabağ komandasının bir neçə cəhdləri olsa belə 2-0'lıq üstünlükləri davam edir. Evet, Səfərovdan sağsına ötürmə Nuran İkramlı. İkramlı arzu olmaz fin cəhdi uğurlu alındı. Out. Nuran. Out. Ömər Abbasquliyev. Out yenə itirəcək. Bir asma gəlir. Dabanla zərbə və Səfərovdan gerdə yanına. Amansız təzyiq var. Qarabağdan bir anlıq tempo artırdılar. Emil Ağarzayev ötürmə anında uzaqlaşdırarkən Səfəroviç qayda pozuldu ona qarşı. Yusuf Əliyev birbaşa qapını nişan almışdı. Rəqib qalşiper dəf etdi. Yenidən Əliyev. Əliyevdən daha bir zərbə. Afçı çıxışda səhvə yol vermişdi. Ağarzayev, Abbasquliyev oynayır. Out. Nuran İkramlı yaxşı ram etdi topa. Out. Daha bir out bir qədər də irəldən. Abbasquliyev bir asma gəlir, qapıcı uzaqlaşdırdı. Nuran İkramlı zərbə qapıdan yan kəsdi.
Ömer, Yusif, Əvəz. Pozulmayıb mı qayda Səfərov'a qarşı? Hakim davam dedi. Əvəz Səfərov, bax, həmin oyun masinalarını ram edə bilmir. Bu arada Yusif Əliyevin ötürməsi Nuran. İkramlı qapçı. İmkan vermədi fərqlənməsinə. Korner. Türmə gəldi Nurandan daha bir zərbəyə qapısı dəf etdi. Out. Səfərov. Topu Əvəz. Emin Ağarzayev. Soza. Ömer. Və out. Qaydana pozub Zeynal Zeynallah. Rəqib ol nömrəyə qarşı. Cərimə zərbəsini yerinə yetirəcək EFA komandası 2 nəfərdən ibarət canlı səhət qurulub. Əvəz Səfərov və Yusuf Əliyev canlı səhətdə işarə gəldi. İndirilir zərbə Emil Ağarzayev. Yenə də dəf edir. Yenə aman vermir. Yenə keçid vermir. Yenə də qolsuz saxlayır qapısına. Eşdici Nuran İkramlar sağ sınaqdan sürətləndi. İndirilir zərbə qapısı dəf etdi. Yusuf Əliyev. Əliyev sıyrıla bilmir 2 nəfərin atəsindən. Nə baş verdi orada? Sərbəst qərarı gəlmir o episodda. Yerdə hərəkətsiz vəziyyətdə topu saxlamışdılar F oyuncuları. Əvəz. Yusuf Əliyev yaxın küncə zərbə qaydan top. Əvəz Səfərov və gol! 3-0. Nəhayət gəlir gol. Aslanlardan. Az öncə köhlən atlardan deyirdi, amma bu bir aslan yerişi idi. Bir aslan şüşrəyişi idi. Hesab 3-0 olur. Daha doğru desək, aslan vahiməsi ilə köhlən atlar surəti ilə artıq irəliləyir Qarabağ. Səfərov. Hürmətli Yusuf Əliyevə. Out. Zeynal'ın zərbəsinə blok. İsə hücum əmrəsi baş tutmadı onlardan. Zeynal. Zeynal'la Nuran İkramlı ilə oynadı. Out qazanır Nuran. Cərimə cəzasına ötürmək gəlir, amma Yusuf Əliyev indirə bilmədi zərbəni. Artıq meydanın kənarında Qarabağ deyə dəstəklər hər zamanki kimi eşidilir. Yusuf Əliyev, çox yaxşı anlar. Yusuf ötürməz sağ qarşıladı müdafiəçilər. Və Səfərov. Zənimcə, Lezi hissədə son dəqiqələrdir.
Arzayev. Nuram. Vana çatmadı ötürmə. Edən Nuram. Out. Şimdi vaxtı saatına. Murad Bağdadov raket göndərmişdi qapıya, lakin qapı tilimani olur qola. Möhtəşəm qola, çox yaxın idi. Murad Carlos idi zərbə indirən, sol ayağıyla qapını yerindən oynatdı. Ay vay vay. Kaş olardı, kaş olardı. Həftənin ən gözəl qollarından biri olmuş olardı. Zeynal. Evet, Səfərov. Qayda pozuldu Səfərova qarşı yenə də. Yenə faul. Yenə qayda pozulsa məruz qalan əvəz Səfərov. İndi emosiyalar. Haydi Murad. Az öncəki o balistik raketdən göndər qapıya. Set qurulur. Məncə heç bir canlı set dayanmasın. Zədə almasınlar. Bağdanov. Fiyaq təəssüf. Qeyri-dəqiq zərb oldu. Və belə ilə hakimdə final fikri səsləndirir. Qarabağ komandası maçda qalib tərəf olur. 3 xal aktivlərini yansırırlar. Biz də bu maraqlı maçdan şərhimizə sona çatdırıq. Oyun boyunca sinəmə edim şərsiniz Heydər Hüseynli. Növbəti maçlarda və növbəti turlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.